Değerli izləyicilər, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Bugün bizim mətbəxdə yumuşaq, dadlı, ləzzətli, yağdan mini pirajkilər hazırlanacaq. Xırdalı olduğuna görə uşaqların diqqətini cəlb edəcək, yeyib dadını biləndən sonra yenə istəyəcəklər. İnanırıq ki, bu sizin mətbəxdə ən sevimli reseptlərinizdən birinə çevriləcək. Əgər sizi maraqlandırdımsa, necə hazırladığımızı görmək istəyirsinizsə, buyurun başlayaq. Pirajki üçün birinci xəmiri yoğururuq. Xəmir üçün lazım olan ərzaqlar yarım kiloqram un. Bunu artıq yoğurma qabına ələmişik, hazırdır. 20 qram yaş maya, 70 qram kərə yağı, 1 ədəd yumurta, 1 stəkan reseptdə 1 stəkan sudur. Lakin dünən mən kəsmik hazırlamışdım, onun zərdabı qalıb. Mən zərdabdan istifadə edəcəyim. 1 stəkan zərdab götürürəm. Əgər sizdə zərdab varsa istifadə edin, yoxdursa adi su ilə hazırlayın. Yarım çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və xəmiri yoğurmaq üçün 1 çay qaşığı bitki yağı. Ələdiyimiz onun üzərinə yarım çay qaşığı duzu və 1 çay qaşığı şəkər tozunu əlavə edirik və qarışdırırıq. Qarışdırandan sonra ortasında bir dərinlik hovuz yaradırıq və içərisinə mayanı əlavə edirik həmin hissəyə, hovuza. Yağı, 20 qram maya, 70 qram kərə yağı, yumurta, 1 ədəd yumurta, və 1 stəkan su. Mən zərdabdan istifadə edirəm. Və bir-birinə qarışdırırıq. Yağı, yumurtanı, zərdabı, mayanı. Yaxşı qarışdırandan sonra ortadakı ərzaqları yavaş-yavaş undan həmin məhlula qatıb xəmiri yoğururuq. Xəmiri bir qədər yoğurandan sonra 1 çay qaşığı duru yağı, mən günə baxan yağından istifadə edirəm. Əlinizə, ovucunuza tökürük və xəmiri yaxşı-yaxşı yoğurmağa başlayırıq. Xəmiri yaxşı-yaxşı yoğurandan sonra bax belə bir xəmir alınır. Üzərini bağlayıb otaq şəraitində, otaqda qoyuruq masanın üzərində bir qədər mayalansın. Xəmiri yoğurduq, mayalamaq üçün bir kənara qoyduq. İndi içlik hazırlayırıq. İçliyi müxtəlif növ hazırlamaq olar. Mən bu dəfə kartof, soğan, sərімsaq, göyərti və də göy noxuddan ibarət içlik hazırlayıram. Birinci kartofu pişirirəm. Doğrayıram, püre şəklində pişirirəm. Soğanı da xırda-xırda doğrayıram.
Tavaya yağı əlavə edirəm və doğradığım soğanı tavaya əlavə edib, soğanı da əlavə edib, qızıl rəngə çalana qədər qovururuq. Soğanı qovurmağa qoyduq, göyərtilər doğrayıb hazırlayırıq. Göyərtilər nanə, kərəviz, cəfəri, şüd. Çalışırıq ki, sapladıları olmasın. Sarımsağı da xırda-xırda doğrayırıq. Soğan bir qədər qovrulub, üzərinə doğradığımız sarımsağı əlavə edirik. Tuzunu əlavə edirik. Qarışdırıb qovurmağa davam edirik. Soğan qovrulandan sonra göy noxudu, konservləşdirilmiş noxuddur. Üzərinə əlavə edib qarışdırırıq. 1-2 dəqiqə belə göy noxudla bir yerdə qovururuq. Artıq kartofumuz da hazırdır, yumşalır. Əzib püre halına salır. Püreni əzəndən sonra soğan, göy noxud qarışımını üzərinə əlavə edirik. Qarışdırırıq və içərisinə biraz göyərti, doğradığımız göyərtidən əlavə edirik. Tuz əlavə edirik zövqə görə və ədviyyatlar. Keşniş toxumu, pul biber və qaristiyot. Bunların hamısı zövqə bağlı, zövqə görə. Yaxşı-yaxşı qarışdırırıq. İndi pendirli çiyimizi hazırlayırıq. Ağ pendirdən istifadə edirik. Pendiri xırdalayırıq. Çəngəllə əzirik. Pendiri əzəndən sonra üzərinə göyərti əlavə edirik. Artıq xəmirimiz də mayalanıb, gördüyünüz kimi. Biz onu bir daha yoğururuq. Xəmiri bir qədər yoğurandan sonra ondan xırda hissələr götürüb əlimizin içərisində yumurlayıb yuxayanın üzərinə qoyuruq. Baxın belə.
ümumi xəmiri xırda kündələrə ayırandan sonra həmin kündələri əlimizin içərisində açırıq. İçikdən qoyuruq, içiyi bol qoyuruq. Sonra kənarlarını birləşdirib bükürük. Və bükdükcə, düzəltdikcə yığırıq. Artık kartoflu içiyimiz kurtardı. Biz onunla bakın bu formalı piraşkiler düzelttik. Yani klasik piraşki formasında. İndi pendirli içikler hazırlayırıq. Bunun formasını bir fərqləndirmək üçün başqa cür edirik. Baxın, əvvəlcə bu formada birləşdiririk bir hissəsini. Digər hissəsini baxın bu qaydada Bakın ben bir daha onu size göstermek istedim. Bu qaydada bükürük. Piramida formasında. Bu formada onu kartoflu piraşkidən fərqləndirmək olur. Yani değişik formada bükürük. Əvvəlcə bir hissəsini bükürük. Digər hissəsini baxın bu formada onunla birləşdiririk. Küftələr halına salmışam ki rahat olsun. Bizim içiklərimiz də xəmirlə bir oldu, yəni çatdı. Başa baş çatdı. Artık biz bütün piraşkilerimizi düzelttik, hazırdı. Şimdi sıra geldi onları pişirmeye.
Bişirmək üçün balaca dərin qazançanın içərisinə yağ dökürük. Bir tərəfdə məcmeyin içərisinə yağ dəsmal sərib qoymuşam. Yağı, piraşkilərin yağını çəksin. Yağı isidirəm kifayət qədər. Yağ kifayət qədər qızandan sonra bir piraşkiləri içine salırıq. Kızardırıq. Baxın, bu qayda ilə biz bütün piraşkilərimizi bişirib yıxırıq. Artıq bütün kartoflu piraşkiləri hazırladıq. İndi keçirik pendirli olanları hazırlamağa. Onları da eyni qaydada yağın içərisinə atırıq. Evet, yüzünü kızartıp götürürük. Şimdi bilirəm ki, izləyicilər deyəcəklər ki, işimiz gücümüz qurtarmışdı. Bu yine oynayacağıq, bir xırda-xırda eləyəcəyik. Əgər elə deyirsinizsə, onda iri də eləyə bilərsiniz. İstədiyiniz ölçüdə hazırlaya bilərsiniz. Artık bizim piraşkilərimizin hamısı hazırdır. Mən də onu içini açıb sizə göstərmək istəyirəm. Görürsünüz, çox gözəl, havalı, yumuşaq piraşkilərdir. Baxın, xırtıldayır. Çox dadlıdır. Hazırlasanız peşman olmazsınız. Baxın, bu da pendirlilərdir. İstədiyiniz ölçüdə, istədiyiniz içliklə hazırlaya bilərsiniz. Yanında mən onu sərin dovğa ilə sürəyə verirəm. Əgər mənim hazırladığım piraşkiləri bəyəndinizsə, bu videonu like etməyi də unutmayın. Siz də hazırlayın, uşaqlarınızı, ailənizi sevindirin. Nuş olsun.